Deməli, bu yaxınlarda başıma gəlmiş bir əhvalatı sizə danışım. Avtobusda gedirəm, oturmuşam. Bir neçə xanımlar oturubdu, bəy oturub, nə o minir, bu düşür, o minir. Elə oldu ki, bir nəfər xanım gəlib indi başımın üstündə dayanıb. Nəysə də indi panetka var, hörmət var. Qalxdım ayağa, yer verdim, xanım əyləşdi. Sonra elə oldu ki, oturacaqlardan bir nəfər xanım düşdü, yer boş qaldı, oturdum orada. Sonra bir nəfər xanım gəldi yenə də ayaq üstə dayandı başımın üstündə, ona da yer verdim, oturdu. Halal xoşu. Söhbət onda deyil. Elə oldu ki, o mindi, bu düşdü, o mindi. Yəni oturanların 90%-i xanımlardır da, olmuşum. Mən də ayaq üstəyəm, gedirəm. Elə oldu, astronovkanın birində bir nəfər uşaqlı bir xanım, körpü uşaq qucağındadır da, minib avtobusa. Deyinən bir nəfər qadın durub yer verdim ona. Bir nəfər də qılın da tərpətmədi ha. Axırda dedim ki, ay xanımlar, bəs heç olmasa uşaqlıdır da, yer verin, nə bilim. Xeyir olmadı da, yəni nə dedimsə xeyir olmadı. Yəni qadın həqiqətən, qadın ən böyük düşməni ilə qadındır. Bu niyə belədir, çox maraqlıdır.